günde də gecikməzsən dediyinizi eşlər kimiyəm, amma mən gecikməmək üçün 10 dəqiqə əvvəl evdən çıxmış olmalıydım. Ən sürətindən, amma baxın, ən sürətindən bir dənə makyaj eləməliyik. Linzalarımı taxıb gəlirəm. Əsla gecikmirəmmişcəsinə. Bir də 3 saat linzalarımla uğraşdım. Deyəsən, birinci dərsindən ay oldu. Mən ikinci dərsə çatmağa çalışmalıyam. Odlara taşınmışıq biz budu olaraq. Magic salak taşıma temaları var. Estağfurullah. İnəyi elə bir. Damğalılar ki, mənim inəyim sənin inəyinə qarışmaz. Neysə. Gedirik odlara. Bugün odlarda ilk günümüz. Çünki bizim universitet 18'i başlayırdı. Torpaqsız qaldığımız üçün. Bilmirəm qayb sistemi necədir. Çünki həftədə 2 dəfə dərsimiz var. Bir də gedib transkriptimi götürməliyəm universitetdən. Anyway, yəni universitetə getməliyəm bugün. Səhər tezdən durdum, gördüm ki, işıq yoxdur. Yoxsa tezdən durmuşdum. Fransadan post gəlmişdi uşaqlar, belə üstü zafiyətdə Fransadan post. YouTube AdSense hesabıma gəlib Fransadan. Poçt gəlib, adam deyir ki, xaricdən məktub var, dedim. Qayıb yazarlar, jurnal falan hazırdır, görürsən, hazırdır böyle etmalıyıq. Sonra, geçkirəm, rahat makyaj eləyə bilərik. Bayaq tələsirəm, yoxdur, tələsmirəm. 15 dəqiqə dərs başlayır, yəni özümüz kəssəm buradan təcəmbaram da, yarım saatlıq yoldur. Severlermi benim gibi? Bəli, dərsim başladı. Odlardakı ilk dərsimə getməmiş olduq. Öpürəm hər birinizi. Odlardan istəsəz vlog ataram. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.